Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25%, faiz dəhlizini yuxarı həddi 8,25%, faiz dəhlizinin aşağı həddi isə 6,25% səviyyəsində dəyişməz saxlanılmışdır. Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə müqayisəsi və makroiqtisadi proseslərin təhlili nəzərə alınmaqla qəbul olundu. Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonunun daxilində qalıb və bir qədər yüksəlib. İnflyasiyanın xarici fonu ümumilikdə sabitdir. Profitli tədqiyə balansı şəraitində valyuta bazarında sabitlik qorunur. Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməmişdir. Bununla belə, qlobal iqtisadi mühitlə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır ki, bunlar da inflyasiya təzyiqləri yarada bilər. Mövcud siyasətlə baza ssenari üzrə 2025-ci ilin sonuna və 2026-cı ilə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar, faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2025-ci il aprel ayının 23-də ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.